Gəlin bugün də dini alim, filosof, riyaziyyatçı, astronom, şair, fantastik bir memar Şeyx Bahəddin Amili haqqında bir şeylər danışım. Hətta Səfəvi dövründə səhv eləmirəmsə Şeyxülislam olaraq da seçilmişdi Şah Abbas tərəfindən. Maraqlısı da odur ki, 1606-cı ildə Gəncə şəhəri Şeyx Bahəddin rəhbərliyi altında salınıbdı və şəhər salınanda maraqlı bir fikirlə yanaşmışdı ona. 1500 ədəd qoyun kəstiribdi və o qoyunların cəmdəklərini 100-200 metr aralıqdan ağaçlardan asıbdı. 3 gün keçəndən sonra baxıbdı ki, hansı daha gec çürüməyə başlayır, o tərəfdə də şəhərin mərkəzi qurulur. Tək o deyil. Yəni, o fantastikliyinə həqiqətən söz ola bilməz. Elə çökək hamam, Şah Abbas meçidi, Cümə meçidi Gəncədəki, yəni Cümə meçidi nə qədər zəlzələlər, nə qədər savaşlar, hamısını görübdü və indiyənə qədər orada qalıbdı. Yəni, o da onun bir əsəridir. Çökək hamam demişkən, deməli İsfahanda o bir dənə də hamam tikibdi İsfahan şəhərində və o hamam da əfsanələrə görə bir dənə şamla qızdırılırdı. Deməli, belə bir şey var. Arxeoloji qazıntılar gedir orada, getmişdi vaxtı ilə. Və oradan bəlli olur ki, həmin yerin altından təbii qaz çıxırmış. Və o adam, görün, o vaxtın ağlına baxın, və o adam o ağılla, o qazdan istifadə edib hamamı isidirmiş. Və o, elə belə bir şey deyil bu. Bu 15-ci, 16-cı əsrlərdə qazdan istifadə edən bir adam olubdu. Ona görə mənim üçün fantastikdir və inanıram ki, sizin üçün də elədir. Bilmirdinizsə bunu da bilin. Sağ olun.